Məktub deyilirdi Həzrət Peyğəmbərə. Kişilərdə əleyhissalam, xanımlarda xanım Xədicə salamullah əleyha. Onların vəzifəsi həmin gün gəlib onun arxasında durmaqda. Sədaqət bu idi. Deməli, cəmaatın hamısının arxa çevirib getdiyi bir anda bir nəfər durur, can dildən fədakarlıq edir onun yolunda, təsdiq edir öz əməli ilə, dəstək verir öz əməli ilə. O, Həzrət Peyğəmbər deyir, haçan Xədicə xanım onun yadına düşsəydi, ağlayardı, onun üçün xatırlayardı. Xanımlardan biri dedi ki, o axı gedib də qocanın biri idi, özü də gedib rəhmət, həmişə onu xatırlayırsan. Peyğəmbər buyur ki, vay olsun sənə deyir. Cəmaat deyir, məni inkar etdiyi bir vaxtda o məni təsdiq edir. Cəmaat mənə kafir olduğu bir vaxtda o mənə iman gətirdi və mənə kömək etdi. Həmən sədaqət oldu da ən çətin vaxtda insan özünü verir qabağa və orada öz fədakarlığını göstərir. Peyğəmbər buyurur ki, siddiqlər üçdür. Bir, mümin Ali Firon. Fironun o əyanların içərisində olan bir mömin. 2. Mümin Ali Yasin. Yasin surəsində peyğəmbərləri müdafiə edən o mömin. 3. Əli ibn Əbi Talib ki, peyğəmbər əhli beytinin siddiqi idi. Sonra bu ki, və Aliyyun əfdaluhuma. Əli onlardan daha üstündür. Bu üç şəxsiyyət ki, Peyğəmbərin dilində siddiq adlanır, bu üçünün hər birinin həyatında biz həmən o özəlliyi görürük. Dünyanın elə bir vaxtında öz sinələrini qabağa veriblər ki, orada həqiqətən də onlardan başqa heç kəs olmayıb. Məsələn, Fironun sarayında yaşayan o mömin. Onun adını Hizqil də hədislərdə qeyd olunur. Hətta deyirlər o peyğəmbər də olur. Fironun əyanlarından biri idi. Yəni işçilərindən biri də özü qovum idi. Firon qərara gəldikdə ki, Həzrəti Musanı öldürün, o orada etiraz edir. Yəni bu əslində ölüm idi. Bu özünü təhlükəyə atmaq idi. O başlayır nəsihət. Quran-ı Kərim onun nəsihətini nə qədər gətirib, neçə ayədə onun nəsihətini qeyd edir. Ən çətin anda. Deməli, əslində mən iddia edirəm, iman gətirmişəm. İlahi sənə iman gətirmişəm. Sənin peyğəmbərivə iman gətirmişəm. Sənin axirətə iman gətirmişəm. Cənnətə inanıram, cəhənnəmə inanıram, hər şey inanıram. Cəzaya, mükafata inanıram. Amma məqam gələndə vəssalam. Mən yoxam burada. İmam Hüseyin əleyhissalamda qəllət dəyyanım. Dindarlar azalır. Mən yoxam buradan, o sədaqət olmadı.